Necəsiz? Ümid edirəm yaxşısınız. Mənim yenə keyfim pozulub, çünki havalar yenə soyuq başladı. Mən pediküre getmişdim səhər. İndi evə qayıtmışam. Qaydanda gördüm ki, yağış başlayır yağmağa. Biraz belə əsəbi də deyiləm, amma biraz belə nasteniyama təsir edən bir şey var. Deməli, mən video paylaşmışdım ki, ana olandan sonra darıxıram da. Bunu bir çox xanımlar pis bir şey yozub da. Ki, o qədər ana olmaq istəyən həsrətində olanlar var. Kaş sən ana olmazdın, zat və belə şeylər. Siz həqiqətən ciddisiniz bunu yazmaqla. Yəni, bir xanım bir xanıma bunu yazarmı? Yəni, mən başa düşə bilmirəm. Yəni, həqiqətən başa düşə bilmirəm. Təsəvvür edin, yazırsınız ki, kaş sən ana olmazdın. Haycan, haycan. Görür ki, burada mən elə bilir kimdənsə danışıram, o tək qalıb. Ona görə özünü oradan şeydir. Kaş sən ana olmazdın. Kaş sənin yerə o qədər həsrət çəkənlər var. Sənin əlindən alsın, ona verilsin falan. Bu tip yəni rəylər nəyə lazımdır axı yəni? Əgər həqiqətən məni bəyənmirsinizsə, ola bilər mənim kontentimi, mənim özümü, mənim videomu bəyənmirsinizsə, blok eləmək çox asandır. Amma durub da yəni mənim övladıma bir söz demək, mənim özümə bir söz demək, yəni bu xanımlıqdan yox, insanlığın iyrəncliyindəndir. Yəni sizin ürəyinizin mundarlığı, iyrəncliyindəndir. Onsuz mən çox gözəl bir üsul tapmışam. Bəyənmədiyim bir rəy olan kimi həmin insanı blok edirəm. Yəni o özünü əziyyətə verib blok eləmir məni, mən onu blok edirəm. Yəni çox da vecimə deyil, istəyir mənim səhifəm düşsün bundan, spama düşsün, follow azalsın, videom kəşfiyyata düşməsin. Mən o maraqlı deyil. Yəni mən ətrafımdan negativ enerjili insanları, aurası belə mənfi olan insanları silmək istəyirəm. Mən görmək istəmirəm. Bugün hətta Zara'ya getmişdim. Orada bir məktəbli bir qız idi da. Yəni yaxınlaşıb mənlə görüşüb, mənə şəkil çəkdirdi. Bir neçə xanımlar, hələ mənim qulağımla eşitdiyim 5-6 nəfər xanımlar idi ki, Aydan xanım belə eləyənlər idi. Yəni bu hara və sizin o mənfi rəyləriniz hara?